Anam, mən, yoldaşım, üçümüz birlikdə 7000 kilometrlik bir səfərimiz var. Bir ailə ilə getmək qərarına gəldim. Adım Cəlaldır. Abşeron Ticarət Mərkəzində kiçik sahibkarlıqla məşğulam. Belə bir planımız var. İnşallah anam, mən, yoldaşım, üçümüz birlikdə 7000 kilometrlik bir səfərimiz var. Gürcüstan və Türkiyə olmaqla ümumilikdə gedib gəlməyimiz hardasa 7000 kilometr çəkəcək. Və 2 avtomobilim var. Düzdür, hər ikisi də Çin istehsalıdır, amma sosial şəbəkədə video çəkdim. İzləyicilərdən soruşdum ki, hansınla gedim? Bütünlüklə hər kəs BYD ilə getməyi məsləhət gördülər ki, BYD ilə get, sübut elə ki, BYD o yolu gedər. O daha qənaətçildir, daha az yanacaq yandıracaq. Və mən də izləyicilərin seçiminə üstünlük verərək BYD ilə getmək qərarına gəldim və BYD Motorsa Badamdarda yerləşən rəsmi servisinə yaxınlaşdım. İndi hal-hazırda avtomobilimizi yoxlatdırırıq, çünki qarşıda uzun məsafə var. Düzdür, avtomobil nə qədər təzə olsa da aprel ayından istifadə edirik, amma məsafə də uzaqdır və onu nəzərə alaraq tam hazırlıqlı şəkildə getmək lazımdır. Və yaxınlaşdım, görə indi nə olur? Bəli dostlar, Cəlal bəy təbii ki, uzun səfər öncəsi bizim servisimizi seçib, BYD Badamdar. Biz səfər öncəsi avtomobilin mühərrik sistemi, askı sistemi, elektronikasını, belə deyək, ümumi bir check-up edəcəyik ki, səfərdə Cəlal bəy tam arxeyen avtomobillər eləsin və hər kəsə sübut eləsin ki, BYD markası ilə ən uzaq səfərlərə belə tam rahat ürəklə çıxmaq olar. Maşın təzədir, amma yenə də yoxlamaq lazımdır. Təbii ki, hər səfər öncəsi bunu yoxlamaq mütləq şəkildə lazımdır. Hal-hazırda problem var, yoxsa yox? Yəni rahat gedə bilərəm, yoxsa görüləcək nəsə iş var? Hal-hazırda heç bir problem yoxdur avtomobildə. Check-up'ımızın təbii ki, bu nöqtəsinə qədər biz indiyənə qədər askı sistemini yoxladıq avtomobildə, mühərrik sistemini yoxladıq. Növbəti addımımız isə elektron sistemi yoxlamaq, diaqnostika təbii ki. Mütləq şəkildə mənə NFC mütləq şəkildə yazılacaq təbii ki. Dəvəsini alım mən onu. Mütləq şəkildə yazılacaq hər birisi. Bir də bir şey soruşum sizdən. Orada məndə təkərin havası göstərmir. Bunlarda göstərmir, yoxsa məndə nəsə aşıbqa var? Yox, böyük ehtimal ki, sizin avtomobildə hər hansısa bir xəta var. Aradan qaldırma olur. Mütləq şəkildə aradan qaldırılacaq. Hətta aradan qaldırdıqdan sonra onu da qeydiyyata alarıq çəkilişimizdə. İnşallah.